Hökməliyim ən böyük dərdi bu zibilxana. Baxın, ucu bucağı bitmir yəni. Zibilliyin miqyası. Baxın. Daha bir problemli məsələ, qaz xəttinə diqqət edin. Zibilliyin qaz xətti hər yerdən zədəli, əyilib, yandırılırdı bura əvvəllər. Son günlər görmürəm yandırılmağın. Amma zibili də daşıyan da yoxdur. Budur, bazar günü səhər saat 7. Hökməliyə 5 damcı yağış düşən kimi burada bax belə bir göl yaranıb. Ətrafda da görünür. Gölün dərinliyi kifayət qədərdir. Yol da kələ-kötürdür. Bir hökməliyin bir dərdi